Deməli yoldaşlar, yaxın qardaş bir dənə Çangan Yunuzi alıb. Qardaş bunun dilini tapa bilmirik ki, buna deyək ki, sən belə olasan, onu qoş, bunu qoş, alınmırdı. İndi şükür Allaha, getdik açığı bir yerdə yazdıq, peş belə o döldü. Yəni bildiyiniz maşının içinə zibil qoymuşdular. Allah köməklər olsun bu qardaşların. Bunu zəhmət olmasa. Qardaş özün bir dənə denən elə məlumatını. Hal-hazırda gördüyünüz versiya təmiz 6.4 Azərbaycan dili versiyamızdır. Demək olar ki, yəni 99% Çin dilində heç bir sözümüz qalmayıb. 6.4-ü artıq, yəni görəndə avtomatik bilir ki, bu 6.4-dür və məcburi idarə etməmizə kimi hamısı sonra qaydaq deyək ki, tədbiqlər siyasımıza. Tədbiqlərdə enerjimizdir. Enerjiya daxil olanda, yəni belə deyək ki, əsas burada sözlər qalırdı çoxsunda. Hər şey Azərbaycan dilində. Bəli. Bir dənə bu gözdən qaçıb onu da aradan qaldıracağam və boş şeydir. Arxa ayarlarına kimi tamamilə Azərbaycan dilindədir. Yəni Çin dilində bu maşında yalnızca və yalnızca plonkanın üstündə qalıb, onu da çıxardanda gedəcək. Onu da çıxarsa qardaş, mən inanacağam ki, maşın Neftçalada yığılıb da. Ola bilər, ola bilər. Öz zavodumuzda yığılıb. Qoy nəsə qalsın Çin dilində. Yəni kim belə gözəl, təmiz iş istəyirsə bizə müraciət edə bilər. Bu Allah köməyiniz olsun. Sağ olun.